Salam əziz dostlar. Bugün biz Yokogawa Electric Corporation şirkətinin Yokogawa DCS sistemi üzrə video dərslər silsiləsini davam etdirəcəyik. Bugünkü dərsimiz dərs tapşırığımız praktiki tapşırıq olacaq və AND, yəni Azərbaycan dilində məntiqi vurulma sistemini proqramlaşdıracağıq. İlk öncə yenidə Tasko AS saytını təşkil etdik. Virtual maşına qoşuluruq. Tamam, maşına qoşulduqdan sonra System View, tamam, System View açıldıqdan sonra FCS moduluna gelirik və burada Functional Block değer 1 idarə etmə sxemini seçirik. Deməli, değer 1 idarə etmə sxemi açıldıqdan sonra biz sağ düyməni basıb Insert Function Block seçirik və burada PO Process Input Output link bloklardan Process Input Output'u əlavə edirik. OK düyməsini basırıq. PO giriş-çıxış, proses giriş-çıxış əlavə edəndən sonra onun adresinə Z013 101 faiz Z nə deməkdir? Deməli, bu giriş-çıxış adətən fiziki giriş-çıxış prefiksidir. Bunu yaddan çıxartmayın. Əlavə olaraq prefikslərdən yenə dediyim kimi siz Taskforce saytının birinci dərslərindən maraqlana bilərsiniz. İkinci Process Input Output modulunu əlavə edirik. Yenə də dediyim qaydada link bloklar Process Input Output düyməsini basırıq. Əlavə edirik. Burada da adı artıq 102 seçirik. Enter düyməsini basdıqdan sonra Escape düyməsini basın. Yaxud da yenidən həmin bloku əlavə etmək üçün sadəcə mışqanın sol düyməsini, mouse'un sol düyməsini basırsınız. Basırsınız və çıxış modulunu artıq yenə dediyim qaydada Z014 Enter düyməsini basıb sonradan Escape düyməsini basırıq ki, biz o blokları yenidən əlavə etməyik. Bu blokları əlavə edəndən sonra indi biz AND blokunu əlavə etməliyik. Yenə dediyim kimi Insert Functional Block və burada məntiqi blok Logical Operation blokları seçirik və burada AND seçib düyməsini basırıq. Bunun tegini isə AND qoyaq. Bir şey də əlavə edeyim. Bəzi məsələlər məndə də alınmaya bilər. Çünki mən sizlə paralel bu dərsləri sıfırdan işləyirəm. Özüm üçün qeydlər aparmışam, amma yerində sizlə paraleldə işləyirəm. Ona görə ola bilsin ki, məndə çıxan səhvlər sizdə də çıxsın, yaxud da sizdə çıxan səhvləri siz birbaşa müraciət edə bilərsiniz. Yerində bizim saytımızdan ya da YouTube kanalımızdan yaza bilərsiniz. Bu bloklar əlavə olunandan sonra hal-hazırda bu blokları birləşdirmək lazımdır. Onun üçün biz nə edirik? Sağ düyməni basırıq, Insert Wiring-i seçirik. Bundan sonra birinci blokun girişinə bir dəfə tık, birləşdirmək istədiyimiz blokun üstünə isə 2 dəfə kliki basırıq, yanına olsun sol düyməsini 2 dəfə basırıq.
Artıq birləşmə baş verdi. Eyni ikinci blokunu edirik. Bir dəfə, iki dəfə bura. Bu bloklar birləşdirəndən sonra artıq end blokunu çıxış blokumuzdan birləşdiririk. Birləşdirməni edəndən sonra artıq bu idarəetmə sxemini saxlayırıq. Yadda saxlayırıq, save edirik. Save edəndə bizdə kompilyasiya avtomatik etməlidir. Fikir verərsiniz sonra ki, errorlar çıxmasın. Bir qədər gözləyirik. Bəli, bizdə hal-hazırda bir error çıxdı. Erroru artıq mən gördüm, nədədir? Siz də görsəz, burada sizə çıxış yazılır. İndi onu düzəltməyə çalışacağım. Bəli, deməli bu erroru düzəltmək üçün biz Q01'in üstünə gəlib 2 dəfə basırıq. Bir dənə yazının üstünə basmaq lazımdır. Bəli, və bunu 2 edirik. Bölgəsi. Yenidən save veririk. Artıq ümid edirəm ki, kalkulasiya normal keçəcək. Gözləyirik bir qədər. Bəli, kompilasiya uğurlu keçdi. Fikir versəz, error 0, warning 0. Save edəndən sonra artıq bu bloku bağlayırıq. Bağlayandan sonra artıq biz simulasiya moduna keçə bilərik. Onun üçün FCS 0.163-ün altından, üstündən sağ düyməni, mouse'un sağ düyməsini basıb FCS test function'a keçirik. Və bir qədər gözləyirik. Burada ox düyməsini basırıq. Bəli dostlar, simulator normal işə düşsə, burada bir nöqsən var, onu mütləq eləməlisiniz. Birinci simulatoru stop verməlisiniz. Ondan sonra yenidən start verməlisiniz. Bu əslində bilmirəm, yox o qabağın öz bug'ıdır, yoxsa Windows sisteminin bug'ıdır, amma belə etməsə simulator normal şəkildə işləməyəcək. Tamam, simülasyon işləyəndən sonra bu pəncərəni artıq minimize edə bilərsiniz. Pəncərəni də minimize edirsiniz. Bəli, artıq Yokogawa Central VP'nin interfeysi açıldı və siz burada Overview menüsünə girib Plant'ı seçirsiniz. Sizdə çox güman ki View açılacaq. Plant'ı seçib FCS 163'ün içində bundan qabaq işlədiyimiz bloku açırsınız. İdarəetmə sxemi. İdarəetmə sxemi açılandan sonra burada end blokunun işlənməsini yoxlayırıq. Onun üçün 2 dəfə birinci taqımızın üstünə basırıq və burada 10 düyməsini 2 dəfə basırıq. Bir dəfə basanda işləmir. Çox güman ki bunu bilərəkdən eləyirlər ki, məsəl üçün user'ın adı səhvən bəyəndə birincidən işləməsin. Yəni belə güman edirəm. Ola bilər ki səhvən. Və ikinci taqın üzərindən də basırıq. Burada da ok 10 düyməsini basırıq və budur bizim blokumuz işlədi. Və bugünkü dərsimiz bu qədər. Çox sağ olun, təşəkkür edirəm dostlar.